Yani öyrəşmişik ki, bir dənə elə dişimiz ağrıdı, misal üçün bir ağrı kəsici alıb atırıb, o dəqiqə saxlayır. Amma o düzgün deyil. Yəni, əslində qalsa, hətta insan arıqlayanda belə, o dəqiqə arıqlayanda artıq o ziyandır ona. Tədricən, yavaş-yavaş olmalıdır bütün prosedurlar. Çünki bədəndə hər bir şey bir dəfə olmur axı, bu illərlə yığılıb qalan əziyyətlərdir ki, biz indi çəkirik aldık. O, təbii ki, o bir günə, 2 günə sağlanan şey deyil. Və onun biraz hövsələ, biraz da vaxt lazımdır ki, onları içəsiniz, amma içmək lazımdır. Həm də ki, təbii məhsuldur, qida da belə deyir, dabafqa, nə deyir? Qida əlavəsidir. Çünki bu dərman deyil, kimya deyil, bədənə heç bir ziyanı yoxdur. Ay, biri deyir, mənim ürəyim xəstədir, biri şəkərəm. Mən də misal üçün şəkər azca dozu var, amma bunlar heç bir şeyə ziyanı yoxdur. Və mən bugündən olaraq bunu mütəmadi həkim mənə necə məsləhət görəcəksə elə qəbul edəcək və sizə söz verirəm ki, nəticələri sinim görüşəcəm 100%. Çünki indi cizmi qatlaya bilmirəm, ayağımı qoyub gəzə bilmirəm. Hərçəndə ki, qabutda mən məcburam gəzməyə, amma çox böyük əziyyət çəkirəm. Həddən artıq əziyyət çəkirəm və nəticələrini 100% sizə deyəcəm, əziz bizim izləyicilərimiz, bilin ki, yəni təbabət ilk dəfə elə İbn Sina'dan yaranır və İbn Sina da bizim Tibet texnologiyası ilə o vaxtı texnologiya yoxdur, amma yəni onlarla işləyib və ondan götürülmüş Tibet texnologiyası ilə bunlar deməkdir. Və tiyens, mən elə bilirəm ki, hamıya doğma olacaq bundan sonra və doğmadır, amma yenə də doğma olacaq. İnşallah.